Xarabalığın fonunda yenidən tikilən Cəbrayıl şəhəri hər gün daha da abadlaşır. Son bir ildə 663 ailə artıq öz dədə-baba yurduna qayıdıb. Çox mənzilli binalarda evlə təmin olunan ailələr 24 saat fasiləsiz su, işıq, qaz və rabitə ilə təmin olunub. Sönən işıqlarının 30 ildən sonra yandıran Cəbrayıllılar doğma torpaqlarında yaşamağın sevincini, qürurunu yaşayırlar. 1993-cü ilin avqustun 23-də qaçqın düşdük. Qaçqınçılıqda mən, yoldaşım, 4 dənə uşağım. Köçdük, getdik Bakıya. Sizə getdik Beyləqana, Beyləqanda bir 2-3 gün qalandan sonra getdik şəhərə. Şəhərdə doğru gedəndən sonra vəziyyət yağın məlumda çox çətin, yer yox, yurt yox, dolanışıq. Elə oldu ki, bir gecə 32 adam bir evdə yaşayırdıq. Çox çətinliklə, nəysə yaşadıq da birtəhər yaşadıq. Görmədiyimiz günlər, çətin vəziyyətlər. Cəbrayıl rayon ərazisində yerləşən ən qədim yaşayış məskənləri, bir çox tarixi abidələr, Alban məbədləri, orta əsrlərə aid qayaüstü yazılar Cəbrayılın təkcə müasir deyil, qədimi mədəniyyət məkanı olduğundan xəbər verir. Şəhər ərazisində çəkiliş apardığımız zaman bir qrup yaşlı insanlarla qarşılaşdıq. Söhbət zamanı məlum oldu ki, köçkünlük həyatına son verib doğma yurda qayıtdıqdan sonra daha da cavanlaşan bu ahıl insanlar ermənilərin soyqırım törətdiyi təbiəti yenidən cücərib böyüməsi üçün çol-çosu təmizləyirlər. Ağaclarda budama işləri aparırlar. Biz əlimizi cibimizə qoyub oturaq baxaq, biz bunu eləmək istəmirik. O xırda məsələlər, məsələn ağacların bulanmasıdır, başqa hərlə bəri gəlirsiniz, çox məsələlər var. O işlərin hamısında biz nümayəndəliyə dəstək oluruq. Bəzi işləri Cəbrayıl ağsaqqalları görür. O işləri görürük ki, onlar bu gün bizə hava su kimi lazımdır. Tabi biz əlimizin üstə qoyub duran deyilik. Bilirsiniz, baxırsınız Cəbrayıl ağsaqqalların böyük əksəriyyəti işdəkdir, işləməyə həvəsləri də var. Amma indi onlara böyük nəsi, bax bu ağır deyəndə ki, bu çatışmamazlıqlar var, onları aradan qaldırmaq üçün xırda. Məsələn, biz gözləmirik ki, bunu nümayəndəlik eləsin, deyirik elə biz buna dəstək olaq. Nümayəndəlik onsuz da işi çoxdur, işi ağırdır, böyük işlər görürlər onlar. Amma biz də dəstək oluruq. Demək istəyirəm ki, bax bu işləri ənlə bəri baxırsınız, nə qədər ağac təmizləmişik. Hələ işlərimiz uzundur qabaqda, o Qaradaşa qədər çınar ağaclarının o artlayıcıyıq. Cəbrayıl şəhərinin inkişafına dair baş plana uyğun olaraq şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulub. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az orta mərtəbəli binaların həyətyanı sahəyə malik fərdi yaşayış evləri inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və az mərtəbəli çox mənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisində səmərəli istifadə və müasir memarlıq nümunələri əsas götürülüb. Həcər Həsənova, Aydın Yavərzadə bugün informasiya proqramı üçün.